Bəs siz dediniz ki, Türkiyə ilə Azərbaycan, yəni Türkiyədə də blogerlərlə işləmisiniz ki, bura ilə fərq varmı? Yəni oradakı sistemlə burdakı sistemdə bir dəyişikliklər varmı? Fərq görürsünüz? Oradakı bazar təbii ki, çox böyükdür və böyük olduğu üçün də bloger olaraq da sayı çoxdur və artıq orada bazarda oturmuş bir sistem var. Fərq yoxdur, böyük, balaca, hər kəslə çalışır. Marka da çoxdur, davamlı olaraq onlara hədiyyə gedir. Bizim ölkədə bu sahə inkişafdadır, bəli. Deyərdim ki, hətta 2025 ili çox uğurlu bir il oldu. Amma yenə də Azərbaycana gələn markalar daha çox böyük blogerlərlə çalışmaq istəyir. Mikro blogerlər bir yerdə qalır. Halbuki mənim düşüncəmə görə hal-hazırda mikro blogerlərin digər insanların üzərində etkisi daha böyükdür. Daha səmimidirlər. Çünki onlar bugün başqa bir su brendini, sabah başqa bir su brendini reklam eləmirlər. Səmimi öz içindən gəldiyi üçün bunu çəkir və yenə deyirəm, tək Türkiyə bazarında yox, digər ölkələrdə də mikroblogerlərin gücünü hal-hazırda bunu heç bir marka danmır. Amma Azərbaycan bazarında bu biraz çətinlik dönəmidir, keçid eləmək. Çünki dediyim kimi markalar böyük blogerlərlə çalışıblar hər zaman və düşünürlər ki, bu daha uğurlu bir strategiyadır. Amma mən özüm şirkətimi quranda bunu dəyişəcəyim yönündə addımlar atacağımı özümə söz vermişdim. Onsuz da elə də oldu. Çalışdığım blogerlər çox da böyük blogerlər deyildi, amma kütlə üzərində etkisi böyük olan blogerlər idi və zamanla da ki, onlar da böyüdülər. Hal-hazırda da çox yaxşı markalarla çalışırlar.